Bağçalı mənzil axtaran izləyicilər yaxın oturun. Həsən Əliyev küçəsi tələbə qəbulunun yanında, keçmiş İnqilab küçəsində 17 mərtəbəli binanın 5-ci mərtəbəsində 94 kvadrat 2 otaqdan 3 otağa düzəlmə yeni təmirli əşyalı mənzilimiz satışa çıxdı. Bugün reklamlarına baxın, sonra videomuzu davam edək. Başladıq hol hissəsindən. Çox geniş, möhtəşəm bir hol hissəsi qalıb. Gəlin proyekti sizə izah edeyim, sonra hol hissəsindən danışacağım. Giriş qapısı, ümumi sanitar qovşağı, 2 yataq otağı, birinci əsas yataq otağıdır, sonra əlavə yataq otağı. Deməli, burada yerləşir qonaq otağı və qarşısında mətbəx. Mətbəx də şərq qapılarla ayrılıb. Hol hissəsi qranitlər, əla teksturada, boz rəngdə, sadə, ağ rəngdə qranitlər və isti döşəmədir. Yeni təmirli evlərimizdə harda qranit görürsəz, bilin ki, isti döşəmədir. Qapıdan girdik, sağ tərəfdə divar boyu böyük qardırob mebeli yığılıb. Mənzildə gördüyünüz bütün aksesuarlar hamısı qiymətə daxildir. Nə əşya, nə aksesuar görürsə, hamısı qiymətə daxildir. Evimiz gözəl bəzədilib. Sol tərəfdə belə bir oturub ayaqqabılarınızı soyunmaq üçün yer, gözəl buralarımız, tablolarımız. Burada belə bir açarlığımız dayanıb, böyük bir açarlıqdır. Böyük güzgü, yanında buralar, taxta işləmələr və qardırob mebelində gördünüz. Və hol hissəsindən sizə bu qədər. Patolog işləmələrimizdə də var. Gizli işıq, spot, lüstr tamaslı vəziyyətdə. Gəlin necə göstərmişdimsə, gəzən ilə mənzilimizi. Başlayaq elə qonaq otağından, qarşısında da mətbəximiz yerləşir. Qonaq otağı 2 otaqdan 3 otağa ideal şəkildə düzəlib. Yəni ki, normalda mətbəximiz qalıb, qarşıda pəncərənin qarşısında və belə sürtmə qapılarla, şüşə qapılarla ayrılıb. Parketdən istifadə olunub, bambuk parketdir. Twistentin yeri yığılıb, arxası led işıqlarla, gözəl yenə də şkaflar, aksesuarlarla bəzədilib, kondisionerlərin bütün xətləri atılıb, patolog işləmələrimizdə var. Gizli işıq, spot, lüstr tamaslı vəziyyətdə, yumşaq dəstələr hamısı qoyulub, 6 nəfərlik belə bir masamız qablarla bəzədilib, bunlar da hamısı qiymətə daxildir. Qabağında gözəl jurnalini və gəlin mətbəx hissəsinə pərdələrimiz tamaslı vəziyyətdə. Mətbəx sağ və sol hissədən ibarətdir. Burada belə bir qaz peçimiz, aspirator, paltaryanın yeri və sol tərəfdə üstü tökmə mərmərli olan moykası, soyucunun yeri nəzərə alınıb. Buranda polları, bambuk parketli, lüstr tamaslı vəziyyətdə, mətbəx mebeli patoloqa kimi işlənib. Gəlin davam edək, gəzək mənzilimizi. Birinci yataq otağı, bura əsas yataq otağı deyil. Yəni, əsas yataq otağı çox böyükdür, yumşaq dəstlər. Hamısı yerləşdirilib, twistentin yeri, çıxış, internet çıxış, elektrik kutuları, taxtla üzbəüz, düzgün quraşdırılıb, qardırob mebeli, tam hazır patolog işləmələrimizdə var. Spot, gizli işıq, lüstrlar hamısı asılı vəziyyətdədir. Buranda polları, hazır laklı bambuk parket, meykabımız da burada nəzərə alınıb. Və güzgü arxası led işıqlarla kondisionerlərin də bütün xətləri atılıb. Kondisionerləri qoyduğunuz zaman problem yaşamayacaqsınız. Pərdənin arxasında geniş bir eyvanımız qalır. Kombi aparatı, istipolların kollektor sistemi, qaz sayğacı hamısı oradadır. Gəlin davam edək. Əsas yataq otağı və qaldı ümumi sanitar qovşağı. Gəlin ümumi sanitar qovşağını da göstərim sizə. Əla fərqli teksturada qranitlər, deməli düşqabın hissə ayrılıb, taxta teksturalı, parket teksturalı qranitlərlə deməli
Bu Unitazda da belə bir dizayn olunub burada. Qranitdən moydadır, işıqlı güzgümüz, duş aksesuarları, havalandırma sistemi, suikasta kimi, qurucusuna kimi. Mən orada deyirlər ki, Azərbaycan dilində danış. Elə sözlər var ki, demək olmur. Qurucusuna kimi hamısı asılıb. Və əsas yataq otağı çox geniş, sərbəst, içində rahat hərəkət edə biləcəyiniz böyük bir yataq otağı. Yumşaq dəstəyində qoyulub, Twistendin yeri qaydasında çıxış, internet çıxış, elektrik kutuları. Hamısı qaydasında, patolog işləmələrimizdə var. Lüstr, gizli işıq, spotlar. Buradan eyvana da çıxışımız var. Gəlin eyvanı bir dənə buradan göstərim sizə. O birisi yataq otağından da baxmaq olurdu. Eyvanımızda deməli kombi aparatı, istipolların kollektor sistemi, qaz sərqacı bu eyvanda nəzərə alınıb. Deməli kondisionerlərin də motorlarının bütün xətləri hamısı buradadır, bu eyvanımızdadır. Yəni yuxarıda yer var. Otağımızda, bu otağımızda da kondisionerlərin bütün xətləri atılıb, make-up nəzərə alınıb, çox geniş bir yataq otağı qalıb burada və bu mənzilin start olaraq qiyməti 325 min manatdır. 2 otaqdan 3 otağa düzəlib, 94 kvadrat, 17 mərtəbəli binanın 5-ci mərtəbəsində. Keçmiş İnqilab küçəsi, Həsən Əliyev küçəsi, Tibb Universiteti, tələbə qəbulu, hamısı yəni 2-3 dəqiqəlik məsafədədir. Gözəl bir yerdə yerləşir. Belə videolar görmək istəsə kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.